müşahidlərimiz, mən Çağdaş Təhsil Komandasının rəhbəri Vüsal Kəlbəcəri, 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı, tənqidçi jurnalist və indi Nə Yaxşı jurnalist mükafat almış şəxs. Bugün həm Azərbaycanımızın çox gözəl insanlarından, ziyalılarından birini sizlərə təqdim etmək istəyirəm. Qəbələ rayonu Qum kəndində bizim həmkarımız, neçə kitab müəllifini sizlərə təqdim etmək istəyirəm. Və biz gördüyünüz kimi Çağdaş Təhsil Qəzetinin xüsusi buraxılış jurnalında müəllim haqqında məqalə verəcəyik. Mən sizi təbrik edirəm. Uğurlarınız bol olsun, nailiyyətləriniz bol olsun. Adınız, soyadınız? Ədilov Emin Baratoğlu. Ədilov? Bəlkə təqalış Emin Baratoğlu gedirəm. Çox gözəl. Demək, Ədilov Emin müəllim, amma gedirsiniz, necə? Bəlkə təqalış deyirlər, yazılar böyle yüz geldi. Orada bilətdə Rüşkədə yazdı Emin Baratoğlu. Emin Baratoğlu, çox gözəl. Kitablar... Neçəli təhsil sahəsində çalışmışsınız müəllim? 44. 44 təhsil. Hansı fən tədris eləmişsiniz? İqtidaşının müəllimi. Ay maşallah. Hansı məktəbdə işləmişsiniz? Əvvəldən axıra kimi bu qəsəbə tam orta məktəbində. Çox gözəl. İqtidaşın müəllim işləmişsiniz. İqtidaşının. Mən hörmətli izləyicilərimiz həmişə demişəm, ulu öndərimiz demişkən, müəllimlik peşəsi ən çətin və şərəfli peşələrdən biridir. Amma İqtidaşın müəllimi, ümumiyyətlə İqtidaşın ixtisas, İqtidaşın müəllimləri ən çətin ixtisaslardan biridir. Çünki onlar təkcə öz fənini tədris eləmirlər. Həm də şagirdlərə vətənini sevməyi, bayrağını sevməyi, dövlətini sevməyi və ilk rəqəmləri, ilk əlifbanı öyrədirlər. Şagirdlərə ilk ana sözünü, ata sözünü öyrədirlər və ilk vətənə addımlarını öyrədirlər, davranış qaydalarını öyrədirlər. Ona görə o çətin şərəfli peşədə sizə ən azından sağlıq arzu edirəm. Yaxşı ki, varsınız. Hal-hazırda neçə yaşınız var müəllim? 77. Oy maşallah, çox gözəl. Yaxın 14-cü ilə çıxmış. 10 gün olsun ki, siz müəllim, inşallah 80 yaşınızda gərək gözəlsiniz. Çox sağ olun. 90-100 yaşınızda gərək. Yaxşı müəllim, neçə kitab müəllimsiniz? 29-cu çapdadır, 28-ci şəhid haqqında. Təzə çap olunca verə bilərəm, şəhid edə bilərəm. Müəllim, sizə təşəkkür bildiririk. Sağ ol deyirik. 6 kitabım təzə şəhidlər haqqında. Çox gözəl. Və Çağdaş Təhsil olmaz. Çağdaş Təhsil komandası olaraq biz sizə təşəkkür bildiririk, minnətdarım. Çox sağ olun. Çox sağ olun.